nizamlayıcının siqnalı idi. Biraz gec başladım səsləşməyə. Nizamlayıcının beyaz qurdun arxa hissəsi biz tərəfə idi. Kürəyini görürdük. Bu demək ki, nizamlayıcının biz tərəfdən gələnlər, yəni arxa tərəfdən gözləm keçsin, yox tıxazdır qalacaq orada. Getindi qarşıya. Sağını yandır, get yavaş-yavaş. Əgər biz nizamlayıcının arxa və ya sinə tərəfindən gəlirsə, bu deməkdir ki, bizə hərəkət qadağandır. Get ora, ay yaşa. Tələsmə indi, qətiyyən. Qoy keçsin, eyb yox, heç olmaz. Tələsməyək. Bu zaman nizamlayıcının sağından və sonundan gələnlərə hərəkət icazə verilir. Ümumiyyətlə, yadında belə saxla. Nizamlayıcının ön və arxa tərəfindən gəliriksə, bu zaman bizə hərəkət qadağandır. Oldu mu? İndi çox güclü bir tıxac açmışıq. Hal-hazırda Şəhidlər Xiyabanının yanından keçirik.